Hal-hazırda Deniz Şirkəti muzeyindəyik dostlar. Tüm dünya ölkələrinin xəritəsi qlobus forması, elektron qlobuslu. Yüksək haqqında maraqlı informasiyalar. Görünür maket formasında çəkilişlər olur. Bakılarla hazırlanır. Şirkətin kosmetik vasitələrinin nümunəsi. Şirkətin yüzü vasitələrinin nümunəsi. Bunları bilsin nəyə görə çəkirəm. Zaten bunları mən dəfələr görmüşəm. Skeptik insanlar çəkirəm. Baxın dostlar. Cordyceps bitkisi haqqında birisi göbələdi. Bunun kofesidir. Cordyceps enerji mənbəyidir bitkilər. Təbii Tibet hammalıdır. Çaylar aldım telefonda. Gördüğünüz gibi Çin dilindedir. Her ülkenin diline göre tercüme olmuyor. Her məhsulun sertifikatı var mı diyenler için? Sertifikatlar. Kalsiyum növləri, qocalmanı qarşılamaq üçün, şəkərli və zor bəsilər üçün, beyin kalsiyumu, başqa bir qarışqa turşudan hazırlanmış məhsul, uşaqlar üçün kalsiyum növləri, fərqli qida əlavələri, bizdə olan ekstrak qradi, buğday yağını hazırlamış veykan, dəniz heyvanı hazırlanmış məhsullar, ilk hazırlama konduroti, selin, şirkətin belə deyək, mövcələrindən tanışırız. Böyle bir müzeydir. Müzeyde her bir şey var. İnsanlar müzeyle tanış olur. Azerbaycan nümayəndəsini görürsünüz. Azerbaycan nümayəndəsi şirkətin keçdiyi hər planla muzeyi, maketləridir, forması. Gördüğünüz maşın şirketin prezidentinin ilk maşını olur. Fakat bu maşını işlem maaşı vermediğini satıp sonra maaşlarını verilmiştir. Özünə söz verir ki, biz bu parametrlərdən yani yeni icadımızı kalsiyumlu iyon şəklində artıq mütləq təsdiq etdirəcəyik və ondan sonra yeni ideyalar fikirləşir, soyuq duşdan sonra artıq hər şeydə kəslər özünü yaratlı soyuq duşa və ondan sonra fikirləşir, deyir ki, mütləq biz bunu davam elətdirəcəyik və davam elətdirirlər. Bir neçə ildən sonra artıq DNS şirkətinin kalsiyumunun dünya üzrə iyon şəkli qəbul olunur alimlər tərəfindən və DNS şirkəti öz korporasiyasını açır və korporasiyada bütün nümayəndəliklər
deyilir, hamısı orada çalışan insanlar bilir və ilk